Salam əziz izləyicilər, bir dəqiqə bir sual videomuzda xoş gördük sizləri. Bu videolarda biz sizə son illərdə qəbul imtahanına düşmüş tarix suallarının izahını veririk. Elə suallardan biri də gördüyünüz ikinci sualdır. İkinci sualda bizdən istəyir ki, hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edək. Baxaq A bəndinə. İraq Səlcuq Sultanı Mahmudun Şirvana yürüşü, Şirvanşah 2-ci Axtanın qalib gəlməsi. İraq Səlcuq Sultanı yürüş edib 1123-də. Bu zaman 2-ci Axstan olmaz. A bəndi səhvdir. B bəndi. 1-ci Axstanın xarici siyasətində etdiyi dəyişiklik. Şirvanşahların Səlcuqlarla dostluq münasibətlərini bərpa etmək. Bu olar. Atasının səhvini eləmir. Və C bəndində nə səhvdir? Atabəy Özbəyin Monqolların yürüşünə məruz qalması, Eldənizlər dövlətinin süqut etməsi. Bu olmaz, çünki Eldənizlər süquta uğrayıb Xarəzmşah cəlalətin yürüşü nəticəsində. D bəndində baxaq, Rəvvadilər dövlətinin tabe edilməsi, Səlcuqların Azərbaycanın fəthini başa çatdırması. Rəvvadilər yox, burada Şirvanşahların tabe edilməsi ilə olacaqdır. Y bəndində Eldənizlər dövlətinin meydana gəlməsi, Əməvi xilafətinin Azərbaycanın dayaqlarını zəifləməsi. Eldənizlər meydana gələndə, Eldənizlər dövlət yaranda Əməvi xilafəti çoxdan süqut etmişdir. Bu sualda doğru cavabımız B variantı.